Əgər həyatında eyni problemləri təkrar-təkrar yaşayırsansa, problem insanlarda deyil, problem sənin şuur altındadır. Mən Nərmin. İstəyirəm ki, bu videoda sizinlə birlikdə niyə həyatın istədiyin kimi getmir? Nə qədər çalışsan da həyatında heç bir dəyişiklik olmur. Bu haqqda danışaq. Amma əvvəlcə bilməlisən ki, bizim həyatımızın idarəsi 90% şuur altındadır, 10% isə şuurdadır. Yəni biz həyatımızı nə qədər çox şuurlu şəkildə idarə etməyə çalışsaq da, həyatımızın çox böyük qisminin idarəsi şuur altımızdadır. Bəs şuur altı nədir? Bizim mənfi inanclarımızın, proqramlarımızın, nəsildən bizə ötürülən mənfi proqramlar, karmik borclar və ana bətində bizim anamızdan aldığımız ağır yüklər, ağır emosiya və duyğular hamısı şuur altında yığılır və bizim bugünkü həyatımızı şəkilləndirməkdə bizim üçün çox mühüm bir rol oynayır. Və bütün bunları nəzərə alaraq biz deyə bilərik ki, əgər həyatımızı dəyişmək istəyiriksə, şuurlu qərarlarla yanaşı şuur altımızdakı qərarları da çox vacib bir şəkildə diqqətlə gözdən və nəzərdən keçirməliyik. Əvvəlcə bilməliyik ki, bizim şuur altımızda hansı proqram və emosiyalar var ki, bizim bugünkü həyatımızı yaradıbdır, bizim bugünkü həyatımızı şəkilləndiribdir və biz bunları necə dəyişə bilərik. Biz bu haqda bugün detallı və ətraflı şəkildə danışacağıq. Həyatımızın dəyişməsi ilə bağlı onu demək istəyirəm ki, bundan təxminən 8-9 il əvvəl mənim kitablara xüsusi marağım var idi. Xüsusilə psixoloji janrda kitablar oxumasam da, istənilən növ roman tərzi kitabları oxuyurdum, detektiv tərzində kitablar oxuyurdum. Və həyatımın bir növündən sonra, bir zamanından sonra daha doğrusu, mən həyatımda depressiyaya düşdüyüm və psixoloji olaraq çöküş yaşadığım bir dönəm oldu. Təxmini neçə il çəkdi, bunu tam və dəqiq şəkildə deyə bilmərəm. Amma həmin o psixoloji çöküş yaşadığım, bəlkə də depressiyanın bir giriş ərəfəsində olduğum və depressiyaya tam olaraq girmədiyim, amma depressiyanın da yüngül versiyasını yaşadığım bir dönəm oldu. Hər kəslə əlaqəni kəsdiyim, hər kəsdən uzaqlaşdığım, insanlarla əlaqənin soyutlaşdığı, özümə kapandığım, tək qalmaq istədiyim, ətrafımdakı hər kəsdən, rəfiqələrimdən uzaqlaşdığım bir müddət oldu. Həmin ərəfədə həyatımda bir neçə dəfə təkrarlanan çox ağır itkilər baş verdi. Artıq bir həddə çatmışdı ki, zehnimdə bulanıqlı səslər eşidirdim. Həyatım getdikcə mənə görə, həmin dövrdəki Nərminə görə aşağıya doğru süzülürdü. Hətta depressiyanın bir həddində idim ki, artıq intihar barədə düşünürdüm. O ərəfələrdə həyatıma yenidən uzaqlaşdığım və həyatıma yaxın buraxmadığım o kitablar yenidən işıq kimi gəldi. Məsələn, mən 8-9 il əvvəl çox kitablara meyilli insan olsam da, həyatımın o depressiya dönəmində kitablardan çox uzaqlaşmışdım. Kitabları belə həyatımdan çıxarmışdım. Artıq yeni kitablar almırdım, kitablar oxumurdum. Ən yaxın dostlarım olan kitabları belə görmək istəmirdim. Amma bir müddətdən sonra artıq özüm-özümə bu çöküşdən bir şəkildə çıxmalı olduğumu xatırlatdım. Həyatım bu şəkildə nə qədər idarə edə bilərdim? Həyatım bu şəkildə necə davam edə bilərdim? Belə bir söz var. Əgər insan özü ayağa qalxmaq istəməsə, Allah belə o insanı ayağa qaldıra bilməz. İnsan ilk olaraq özü ayağa qalxmaq istəməlidir. İnsan özü ilk olaraq öz həyatını dəyişmək istəməli və öz həyatının iplərini əlinə almalıdır. O ərəfədə başladım psixoloji kitablarla tanış olmağa. Pirayə Seyir kitabı mənə çox böyük töhfə verən kitablardandır. Şuuraltı dəyişimin, insanın həyatında baş verə biləcək möcüzələrlə məni tanış elədi. Əslində baş verən hər şeyin, həyatımızda baş verən hər şeyin şuuraltımızdan qaynaqlandığını mənə göstərdi. Düzdür, kitablarda deyildiyi qədər sürətli, asan bir şəkildə olmadı. Məsələn, Bilinçaltının Gücü kitabını oxuyursunuzsa, Şuuraltının Gücü kitabını, orada bilirsiniz ki, deyir ki, şuuraltınızın idarəsi vasitəsilə həyatınızda hər şey formalaşır və şuuraltınız vasitəsilə hər şeyi həyatınıza çəkə bilərsiniz və ya çıxarda bilərsiniz. Orada deyildikləri qədər sadə, qısa olmadı. Amma həqiqətən də şuuraltımdakı proqramları dəyişdirdikcə həyatımda bir çox şey dəyişməyə başladı. Artıq əvvəlki o depressiyada olan Nərmin deyildim. Artıq o depressiyada hamıdan uzaqlaşan Nərmin deyildim. Qaynamağa, sosiallaşmağa yenidən başlamışdım. Çox da darıxdığım, kitablara çox meyilli olan insan, kitablardan uzaq düşən o Nərmin artıq yenidən kitablara qovuşmuşdu və artıq yenidən kitablar oxuyurdu. Sosial həyatıma qayıtmağa başlamışdım. Ətrafıma yenidən rəfiqələr, dostlar yığmağa başlamışdım. Və bütün bunların hamısı psixologiyanın gücü vasitəsilə olmuşdur. Bəs psixologiyanı mən həyatımda hansı mərhələlər vasitəsilə keçdim? İndi isə gəlin qısaca onlara toxunaq və sizə yavaş-yavaş ümumi mövzunu yekunlaşdırmağa çalışım. Əvvəlcə onu deyim ki, psixologiya ilə tanışlığım dediyim kimi The Secret kitabı ilə,
Şuuraltının gücü kitabı ilə, Piraya seyir kitabı ilə olubdu. Yəni bütün bu kitablar hamısı mənə deyirdi ki, sən dəyiş, dünyan dəyişsin. Belə bir kitab da var. Sən dəyişirsən, dünyan dəyişir. Və yaxud da şuuraltındakı proqramlar, şuuraltındakı bütün o möcüzələr yalnızca sənin dəyişməklə mümkün olur. Yadınızdadırsa, mənim bir videom var və orada qeyd eləmişəm ki, bizim şuuraltımızda olan proqramlar bizim həyatımızı formalaşdırır. Və o həyatımızı formalaşdıran məsələlərdə bizə yalnızca 7 yaşa qədər dövrdən deyil, ondan əvvəldən də gələ bilər. Nəslimizdən və ana bətnindəki anamızdan aldığımız duyğu və emosiyalar vasitəsilə. Hətta ana bətnimizdə atamızdan, nənəmizdən, babamızdan belə ala bilərik. Yəni, o deyilən bir mif var. Uşaq dünyaya ağ kağız kimi gəlir. Bu böyük bir mifdir, bu səhvdir. Xeyr, uşaq dünyaya zaten müəyyən duyğu və emosiyalarla gəlir. Müəyyən proqramlar vasitəsilə gəlir. Və sahib olduğu proqramlar vasitəsilə həyatını şəkilləndirməyə və formalaşdırmaya başlayır. Deyək ki, bir uşaqda mənim bir danışanım var idi. Həmin xanımda belə bir kod var idi ki, mən tərk edildim, mən tərk ediləcəm. Yəni, tərk edilmə qorxusu var idi. Və xanım dünyaya zaten bu proqramla gəldiyinə görə 3-4 yaşlarında atası aparır uşağı, bağçaya qoyur və orada axşam götürməyinə rəğmən, buna asılı olmadan uşaq o anda orada sadəcə tərk edilim proqramını alır. Yəni, uşaq orada mən tərk edilim proqramı daha da zehnində və şuuraltında güclənmiş olur. Və həyatının çox mühüm hissəsini bu proqramla tərk edilmə qorxusu ilə inşa etməyə başlayır. Və biz o xanımla işlədiyimiz zaman artıq müəyyən yaşa gəlmişdi, yetişkin olmuşdu və dəfələrlə tərk edilmişdi. Hətta qarşındakı insan onu tərk etməsin deyə o insanları özü tərk etməyə başlamışdı. Çünki tək o tərk edilməsin. Biz onunla işlədiyimiz zaman düşünürdük ki, söhbət əsnasında bilirik ki, uşaqlıqda belə bir xatirəsi var və tərk edildiyini düşünübdü. Amma biraz daha dərinə şuuraltı terapiya ilə şuuraltına indiyimiz zaman görürük ki, ana bətnində belə bir kod alıbdı. Biz belə artıq görürük ki, hər şey sadəcə uşaqlıqda axtarmalı olduğumuz bir cavablardan ibarət deyil. Dünya daha çətindir, dünya daha qəlizdir. Dünya illüziyalardan ibarətdir və biz bütün bu illüziyaların cavabını şuuraltımızda axtarmalıyıq. Bizim həyatımızı 10% şuur idarə edirsə, 90% şuuraltı idarə edir və biz o 90% şuuraltında gizlənən cavabları axtarmalıyıq. Niyə həyatımız dəyişmir? Mən 4 il ərzində artıq 5 ildə psixologiya sahəsindəyəm. İlk 3 ili sadəcə kitablar oxudum, psixoloji seanslar aldım, öz üzərində işlədim. Bununla yanaşı Theta Healing, NLP, Access Bars, Kvant, sonra Master Kvant, Master NLP kimi təlimlər aldım və bunun yanaşında psixoloji seanslar aldım və bütün o seansların hamısı əslində şuurlu söhbət əsasında baş verir. Yəni, mən seansa daxil olurdum, xanımla işləyirdi, sokratik suallar verirdi mənə, məni yönləndirməyə çalışırdı. Və yaxud da bir də başqa xanımla da seans aldım. O xanımla isə yeni müasir texnikalar vasitəsilə işlədi. Məni bir yerə qədər gətirsə də, əfsus ki, məni istədiyim nöqtəyə çatdıra bilmirdi. Yəni, mən bu qədər işləyirəm, amma həyatımda heç bir şey dəyişmir. Mən bu qədər əmək verirəm, amma həyatım dəyişmir. Niyə mənim həyatım dəyişmir deyə sorğu sual eləməyə başlayırım. O ərəfədə universitetə yenidən psixologiya sahəsi üzrə, ixtisas üzrə universitetə qəbul oluram. Yenidən ali təhsil almağa başlayıram və o rəfədə mənim indiki müəllimim, hipnoterapiya üzrə mənim müəllimim olacaq xanımla tanış oluram. Və ilk hipnoterapiya seansıma o zaman daxil oluram. Bunun üzərindən artıq 1 il keçibdi. İlk hipnoterapiya, yəni şuuraltı terapiyamın üzərindən sonra mən başa düşdüm ki, əslində bütün onlar hamısı, nə qədər ki biz söhbət etsək də, hamısı bütün sualların cavabı şuuraltındadır. Və insan həyatında sürətli şəkildə dəyişim görmək istəyirsə, insan həyatında olan cavabsız qalan suallara cavab tapmaq istəyirsə, eyni təkrarlanan döngülərdən çıxmaq istəyirsə, şuuraltında axtarmalıdır. Hər kəs şuuraltı terapiya almalıdır. Hər kəs şuuraltı seanslardan mı keçməlidir desəniz, əgər az da olsa addımlamaq istəyirsinizsə və suallara daha doğru və düzgün şəkildə cavab almaq istəyirsinizsə, bəli, şuuraltı terapiyalar, xüsusilə də hipnoterapiya bizə nöqtə atışı edərək doğru cavabları tapmaqda bizə yardım edir. Amma digər terapiyalar isə daha uzun müddətli bir nəticə verə bilir. Məsələn, şuurlu şəkildə söhbət vasitəsilə sokratik suallar, kognitiv davranış terapiyası vasitəsi olan seanslar hamısı bir travma üçün 6 ay ərzində işləmək
ilə biz sağalda bilirsə travmanı, bu şuuraltı ilə daha qısa zamanda eyni problemi işləyərək şadlandıra bilərik. İndi isə gəlin sizə belə izah edim. Mən 4 il ərzində, o ilk 3-4 il ərzində axtarışda olduğum müddətdə davamlı olaraq marafonlara qatılır, webinarlara qatılırdım, öz həyatımı dəyişməyə fokuslanırdım. Amma nə qədər də eləsəm, həyatımda az da olsun dəyişiklik görmürəm. Daxili vəziyyətimdə dəyişiklik görmürəm. Hətta seans aldığım bir psixoloq xanım mənə demişdi ki, sən qurban yolundasan. Yəni buna niyə edəcəm? Yəni qurban yolundayım, okey. Başladım qurban yolu haqqında araşdırmalar aparmağa. Qurban rolu haqqında hətta məşhur bir hipnoterapevtin yazdığı kitabı oxumağa, qurban rolunun, qurban şuurunun, karma üçbucağının nə olduğunu başa düşməyə. Biz bunun haqqında sonra sizinlə daha detallı danışacağıq deyə bu videoda çox da üstünə durmaq istəmirəm. Və mənə o söz, qurban yolundasın sözü çox da kömək eləmədi. Mən bilirdim, artıq qurban yoluna tanış olmuşdum. Onun haqqında daha dərin və detallı məlumatım da var idi. Amma məni qurban yoluna çıxartmamışdı. Ta ki mən bir il əvvələ qədər qurban rolundan çıxmaq üçün seans alana qədər, yəni şuuraltı səviyyədə bu məsələni işləyib, niyə həyatımda qurban roluna ehtiyacım var? Bu suala cavab tapana qədər mən qurban rolundan çıxa bilmirdim. Məhz ondan sonra isə həyatım məhz qurban roluna çıxdıqdan sonra, yetişkin şuuruna keçdikdən sonra, həyatın yüklərini əlimə aldıqdan sonra yavaş-yavaş həyatım dəyişməyə başladı. Baxın, sehirli çubuq deyil bu. Sekretdə dediyi kimi sehirli çubuq yoxdur ki, bizim həyatımız dəyişsin. Birdən-birə həyatımıza möcüzələr açılsın. Ya da digər istənilən kitabda yazılan kimi birdən-birə olmur. Sən fokusunu verirsən, həmin şey sənə doğru gəlir. Yox. Biz addım-addım dəyişirik. Biz toxum əkirik və o toxumun düzəlməsi üçün biraz zaman lazım olmuş olur. Məsələn, şuuraltı terapiya da belədir. Bəzən 10 seans keçməlisən, bəzən isə 1 seans keçməlisən ki, öz həyatında bu dəyişikliyi görə biləsən. Bu insana şuuraltısının vəziyyətindən asılı olaraq dəyişə bilər. Artıq biz bütün o manifesting texnikalarına, bütün o arzulama, şükür yazma, fokusunu vermə şeylərin hamısını məhz şuuraltını dəyişdirəndən sonra edə bilirik. Niyə? Çünki əgər bizim zehnimiz doludursa, zehnimizdə artıq yığın məhsullar varsa, zehnimizdə yer yoxdursa, yeni bir şey ora əlavə edə bilməyik. Baxın, biz bunu həmişə, mən bunu belə izah edirəm öz danışanlarıma. Düşünün ki, evinizdə tıxa-basa doludur. Yəni, eviniz tıxa-basa doludur. Köhnə divanlar, evinizdə köhnə əşyalar var və siz yeni bir əşya almaq istəyirsiniz, yepyeni bir divan almaq istəyirsiniz, çox bəyənibsiniz. Manifest edirsiniz, arzulayırsınız, bunun haqqında hər gün dəftərinizə yazırsınız, gözünüzün önünə gətirirsiniz, canlandırırsınız, amma evinizdə yer yoxdur. O divan sizə gəlsə belə, sizin həyatınızda artıqlıq olacaq. Eviniz yenə tıxa-basa dolu olduğuna görə o divandan həzz ala bilməyəcəksiniz. O divanı əlinizdə saxlaya bilməyəcəksiniz və o divan getməyə məcbur olacaq. Çünki yer yoxdur həyatınızda. Buna görə də biz öncə zehnimizi məşğul edən, zehnimizdə var olan proqramları, var olduğunu görməyə çalışırıq, su üzünə çıxarırıq, tapırıq, şəfalandırırıq və ondan sonra isə artıq yerinə yeni istədiyimiz və arzuladığımız həyata qoyuruq. Şuuraltı proqramları dəyişmədən biz nə qədər çox öz həyatımızı formalaşdırmağa çalışsaq, şuuraltı proqramları dəyişdirmədən yeni proqramlar əlavə etməyə çalışsaq da bizim həyatımızda bu böyük bir dəyişikliyə səbəb olmayacaq. Əvvəlcə var olanı tapmalıyıq, var olanı şəfalandırmalıyıq və daha sonrasında isə yenilərə yer açmalıyıq. Niyə həyatımız dəyişmir sualına qayıtası olsaq, onu deyə bilərik ki, biz sadəcə görünənin üzərində işləməklə məşğul olarkən suyun altında görünməyən də var. Biz ilk öncə bir su kimi düşünürük bunu. Həmişə belə izah edirəm. Sudur. Suyun üzərində zibillər var. Və biz o zibilləri yığırıq, şuur səviyyəsinə işləyirik. Ondan sonra isə şuur altından, alt qatında nə varsa başlayırıq onun altındakiləri təmizləməyə. Və bir də baxırıq ki, onun altından çıxır. Məsələn, həmişə sual verirlər ki, neçə seans bəsdir? Bunu heç kimsə deyə bilməz. Mən də o sual vermişdim. Buna heç kim mənə deyə bilməz ki, sizə bu qədər seans bəsdir. Mən heç kimə deyəmərəm. Mən öz danışanlarıma hər zaman deyirəm ki, gəl biz yola çıxaq, yolda öz həyatımızı inşa etməyə davam edək, seanslarımıza edək, yolda baxarıq ki, görək neçə seans bəsdir bizə. Şuuraltımızın formalaşması üçün.
Bir də baxırıq ki, artıq o insanlar o qədər davamlı işləyirik ki, həyat mentoruna çevrilirik. Ona görə də mənim artıq neçə ildir birlikdə işlədiyim bir xanım var və biz onlarla həyatın hər yeni başlanğıcında birlikdə işləyirik. Qorxuların üzərində işləyirik, həyatına sanki mentorluq edirik. Ona görə də biz həyatımızı dəyişmək istəyiriksə, şuuraltı proqramlarımızı tapmalı və şəfalandırmalıyıq. Gəlin bunu son olaraq biraz toparlayım. Çünki ilk videoda istəmirəm sizi çox yorum. Belə toparlamaq istəyirəm ki, biz bilməliyik ki, bu dünyada olan hər şey bizim şuuraltı proqramlarımızdan qaynaqlanır. Keçən gün avtobusda bir xanım gördüm. Təxmini 52-53 yaşları olardı ya yox, bilmirəm. Və o xanımı biraz incələdim, analiz elədim. Xanım çox qocalıb, çox yaşlanıb, çox kişiləşib. Yəni çox kobudlaşıbdır. Əlləri qabar bağlayıb, hiss olunur ki, işləməkdəndir. Bədəni yorulub, biraz da yuxulu vəziyyətdədir, hiss olunur ki, çox ağır bir işi var və yorulubdur. Bu zaman biraz düşündüm ki, əslində qadın bu dünyaya incə və zərif varlıq olaraq gəlibdir. Bəs o qadın özünü seçirdi bu həyata. Həyatın bu məşəqqətli və çətinliyinə. Əslində heç kim istəmir ki, həyatı məşəqqətli və çətin olsun. Amma İnsan özü bilmədən şuuraltı proqramlar insanın həyatını çətin edir, çətinləşdirir. Həyatına bir çox şeylər səbəb salır. Məsələn, bayaq dediyim kimi tərk edilmə qorxusu proqramı olan bir insan artıq gələcəkdə həyatının tərk edilə biləcəyi partnyorları seçir ya da özü onları tərk etməyə başlayır. Yəni bu insan bunu şuurlu şəkildə etmir. Heç kim şuurlu şəkildə tərk edilmək istəməz. Amma şuur altında bu onun komfort zonasıdır deyə, onun öyrəşdiyidir deyə, yarım qaldığı məsələsidir deyə tamamlanmalıdır axı. Gestalt tamamlanmalıdır ki, şuur altında yeni bir era açılsın. Və biz insan bunu bilmədən davamlı olaraq eyni döngülər içərisində qalaraq fərqində olmadan addım atırsa, artıq o bilməlidir ki, həyatına nəsə yolunda getmir və sual verərək nələrin yolunda getmədiyini, nəyi dəyişdirməli olduğunu, hansı addımları ataraq, nələri edərək bu döngülərdən çıxmalı olduğunu tapmağa çalışmalıdır. Məsələn, biz bilirik ki, 40 yaşa qədər insanın dəyişməsi, həyatında dəyişiklik əldə etməsi, şuuraltı proqramlarla işləməsi daha elastik olur, daha yumşaq yanaşır həmin insan. Amma 40 yaşdan sonra artıq biraz daha o proqramlar möhkəmlənir, insan öz düşüncə elastikliyini itirir, yenilərə çox da açıq olmur deyə artıq 40 yaşdan sonra insanların işləməyi və biraz daha çətin olur, şuuraltı proqramlarla işləməyi daha çətin olur və nəticə daha gec əldə edilir. Əgər bu videonu 40 yaşınızdan tez izləyirsinizsə, çox şanslısınız. Ona görə də bizim həyatımızda niyə dəyişiklik yoxdur deyə sual verirsinizsə, bunun cavabı şuuraltı proqramlarınızdadır. İstənilən növ terapiyadan, istənilən növ fərqi yoxdur. Hansı terapiya üsulunu işləyirsiniz, kimlə işləyirsiniz. Sadəcə bilin ki, həyatınızı bugün şəkilləndirən sizin şuuraltı proqramlarınızdır. Onları tapıb şəfalandırana qədər siz bu döngülərdən çıxmayacaqsınız. Bu eyni vəziyyətdən, eyni situasiyadan, eyni döngülərdə erişib qalacaqsınız. Buna çıxmağın tək yolu, yeganə yolu şuuraltınızda niyə buna ehtiyac olduğunu tapmalısınız. Buna bir misal da verim. Bir neçə gün əvvəl bir yaxınımla söhbət edirdim. Xanım mənə dedi ki, mən yalançılara qarşı tətiklənirəm. Həyatımda haqsızlığa götürə bilmirəm. İnsan mənim gözümün içinə baxa-baxa yalan danışırsa, bu mənə tətikləyir və mən özümü çox pis, əsəbi, aqressiv hiss edirəm. O insana qarşı doğrunu bildiyimi demək istəyirəm. O insana sən səhv edirsən demək istəyirəm. Mən də ona dedim ki, əslində demək ki, sən tətiklənirsən. Yəni biz burada tətiklənirsən deyəndə nəyi nəzərdə tuturuq? Demək ki, sənin zehnində, şuuraltında bilinəsə yalançılıqla bağlı, haqq və ədalətin tapdanmağı ilə bağlı bir proqram var. Bu demək deyil ki, sən yalançısan. Kölgə tərəfini göstərir sənə. Və bu demək deyil ki, sən yalançısan, sən haqsızlıq edənsən. Xeyr, demək ki, sənin şuur altında nəslindən gələn, DNK-dan keçən hansısa bir nəsildə olan yalançı olubdur, həmin yalançı ölüb, öldürülüb, nəsildən uzaqlaşdırılıb, qəbul edilməyib, ya da kimsə haqqı yeyilibdir nəsildə və haqsızlıq edilib, nəsildən uzaqlaşdırılıb, həşə məhkəmə işi olub, haqsızlıq və ədalətsizliklə üzləşibdir. Nəsə bir duyğu var, yarım qalan, tamamlanmayan və həmin o duyğu nəsillər boyu gələrək sizə ötürülübdür. Və siz bu Gestaltı
tamamlayasınız deyə sizə şans verilib ki, nəslinizdəki bu tamamlayıcı rolunu üstlənəsiniz. Siz bunu görüb tamamlayana qədər nəsillər boyu bu davam edəcək. Əgər siz tamamlasanız, artıq bu zincir qırılmış olacaq və sizdən sonraki nəsillərə bu ötürülməmiş olacaqdır. Və siz bu tətikləməni gördünüz ki, siz də yalançılıq qarşısında, məsələn deyirəm təbii ki, yalançılıq qarşısında tətiklənirsiniz. O zaman sual verin, niyə mən tətiklənirəm? Həyatımızda heç kim ortalamayıb ki, ətrafında yalançı insan olmayacaq, qopsu insan olmayacaq, haqsızlıq və daisiyyəli insan olmayacaq. Davamlı düzgün insanlarla qarşılaşacağımıza heç kim bizə qaranti verməyibdir. Amma bizim sualımız budur ki, biz niyə tətiklənirik? Bu insan niyə mənə təsir edir? Əgər mənim əlimin burasında heç bir yara yoxdursa, bura nə qədər toxunursunuzsa toxunun, ağrıtmayacaq. Amma burada ağrı varsa, bura yüngül toxunuş belə vursanız, həmin yer ağrıyacaq. O zaman biz bu sual veririk ki, burada olan yara nədir? Hansı yaradır ki, qaysar bağlayıb? Mən nə ilə özləşməkdən qorxuram? Mən nədən qaçıram? Mənim davamlı olaraq eyni döngüdə qalmağıma səbəb olan nədir? Bütün bu sualların cavabı isə bizi aparacaq şuur altına. Bizə bütün bu cavabların hamısını şuur altıcı verəcəkdir. Biz xanımla söhbət etdikdə, əlbəttə ki, nəslindən gələn bu ehtimalları cavablarını tapmadıq. Niyə belə tətikləndiyini tapa bilmərik? Çünki sadəcə söhbətlə, sadəcə şuurlu şəkildə söhbətlə biz o suala cavab tapa bilmirik. Biz uşaqlığına insək belə, uşaqlığında nələr yaşayıbsan, uşaqlığında hansı situasiyalarla üz-üzə qalıbsan dediyimiz zaman belə bəzi şeyləri xatırlamayacaq. Məsələn, mən bir xanımla söhbət edirəm. Məsələn, indi кейslər üzərindən vermirəm, sadəcə söhbətlər üzərindən verirəm ki, niyə sualların cavabını şuuraltıda axtarmalıyıq, bu saydır olsun. Biz xanımla sadəcə söhbət edirik və sualın nəticəsi olaraq xanım qeyd edir ki, uşaqlığında hər şey qaydasındadır, hər şey okeydir, valideynlərlə razıdır, həyatında heç bir problem yoxdur. Amma həyatında hal-hazırda bir döngü var. Demək ki, sualın cavabı şuur altındadır. Biz şuur altında axtarmalıyıq ki, bu xanımın hal-hazırda bu döngülərdə olmağına səbəb olan nədir? Niyə şuur onu aldadır? Bəzən şuur bizi niyə yalan cavab verir? Yalan cavab vermir. Sadəcə şuur zihnini avtomatik olaraq təhlükələrə qarşı qoruyur və bəzi şeyləri avtomatik olaraq unudur. Unudur ki, o acı dolu xatirələri xatırlamasın və xatırlamasın ki, onlar yenidən canını yandırmasın, incitməsin onu. Amma şuuraltı elə deyil. Biz ona verdiyimiz suallara bizə doğru şəkildə cavab verir və nöqtə atış edərək onları şəflandırmamıza kömək edir. Və yaxud da həyatında dayaqsız hiss edən bir xanım var idi. Biz xanımla söhbət edirik və xanım deyir ki, mən özümü dayaqsız hiss edirəm, bütün yükü məndədir, hər şey mən qaldırmalıyam, ailənin yükü məndədir hamısı, yoldaşım isə maraqlanmır, gəlmir, uşağına maraqlanmır. Biraz dərinə inirik ki, bəs uşaqlığında nə yaşamısan, atan, ananı qarşı necə olub, atan səni qarşı necə olub və xanım bildirir ki, hər şey okeydir. Yəni, heç bir problem yoxdur. Amma şuuraltına baxdığımız zaman xanım özünü dayaqsız hiss etdiyi biləndə. Uşaqlığında dair çox da dərin xatirələr olmamasına rəğmən uşaqlıqda, xüsusilə ana bətnində anasının əslində özünü dayaqsız hiss etdiyi, atası tərəfindən tərk edilərək böyüdüyü və eyni zamanda da yoldaşının əslində uşağın həmin o xanımın düşündüyünün əksinə çox da anasına, yəni yoldaşına qarşı çox da dayaq hissi vermədiyini, güvən hissi vermədiyini və bütün yükün əslində o xanımın çiyinlərində olduğunu gördük və şəfandırdıq. Yəni, insan zihni şuur aldatsa belə, şuur altında axtardığımız bütün cavablara biz şuur altında cavablar, suallara cavab tapa bilirik. Əgər bununla bağlı sizin nəsə sualınız olsa, rəy bölməsinə yazarsınız. Həyatınızda hansı döngülər var? Bunları qeyd edə bilərsiniz. Biz sizinlə birlikdə söhbət edə bilərik və hansı döngülər var? Bunları işləyə bilərik. Mən sizə birlikdə yeni mövzular haqqında çoxlu olsa danışacağım. Bu mövzular o qədər geniş və detallıdır ki, tək bir video sığışdıra bilmərəm. Sadəcə istərim ki, biz bu video vasitəsilə həm sizinlə şuuraltı terapiya nədir, bunun haqqında danışaq, həm də mən özümü tanıtmış olum və növbəti videolara giriş kimi bir xırda video olmuş olsun istədim. Gələn videolarda görüşənə qədər.